Hər vaxtınız xeyir olsun hər birinizin. Bugün sizə qazanc planını və dərinlikləri izah edəcəm. İlk öncə qeyd edeyim ki, burada hər dəfə qeyd elədiyimiz bir nüans var. Bu nüansı sizə açıqlayacağım ilk öncə. Dəvətsiz qazanc. Mən bunu çox partnyorlara tövsiyə etməsəm də, nə üçün? Çünki dəvətsiz qazancda siz aylıq qazanc əldə edəcəksiniz. İndi nə üçün tövsiyə etmirəm, bunu da sizə izah edəcəm. Bax, siz qeydiyyata düşürsünüz, bu sizsiz. Dəvətsiz qazanc adı üstündə siz dəvətlər etməyəcəksiniz. Bəs bu dəvətlər hardan gələcək? Bəs bu aylıq qazancı biz hardan əldə edəcəyik? Sizdən yuxarıda təbii ki, sizin sponsorunuz var və o bir günəmi, 5 günəmi, 1 ayamı, 10 ayamı dəvətlər etməyə başlayır. Və onun dəvətləri sizin də sağ və sol tərəfinizə düşür. Nəyə görə deyirəm 1 aya, 3 aya? Baxın, bu sponsorun tək qeydiyyatlar etməli olduğu xətsiz deyilsiniz. Bu sponsorun, misal üçün deyirəm, 30 referalı ola bilər. Demək ki, o 30 referalın hər birinə onun qeydiyyatları gedib düşür. Və sizə misal üçün bu qeydiyyatı gəlib 1 günə düşəcək, bu qeydiyyatı gəlib 3 günə düşəcək və beləcə sizin strukturunuzda xətlər dolmuş olacaq. Bəli. Və yaxud da bura gəlib düşən bir insan, misal üçün bu xanım da başladı işləməyə, bu da öz xəttini doldurdu. Beləcə təbii ki, sizin də matriksiniz dolmuş oldu. Və bu şəkildə dəvətsiz qazancda siz hər nəfərdən 25 sent qazanc götürürsünüz. Bu isə 4 nəfərə 1 dollar, 10 nəfərə 2,5 dollar və 100 nəfərə isə 25 dollar qazanc eləyir. Yəni siz gəldiniz, dəvətlər etmədiniz, heç nə etmədiniz. Yuxarıdakı sponsorunuzun 1 həftəyə, 1 aya, 10 aya, indi baxacaq bu matriks nə vaxtda da olacaq. Bəli, siz heç nə etmirsiniz pasiv şəkildə. Mən bunu ona görə tövsiyə etmirəm ki, siz oturub kimdənsə dəstək gözləyirsiniz, kimdənsə dəvət gözləyirsiniz. Hansı ki, bu sadəcə 7 qazanc növündən sadəcə biridir. Bu dəvətsiz qazanc. Və düşünün ki, ən sadəsidir. Burada o qədər böyük qazanclar var, o qədər dərin qazanclar var ki, bunu oturub gözləmək sadəcə tənbəllik olar həqiqətən. Amma təbii ki, bunu biz izah eləməliyik. Şirkət gəlib burada yerini tutan, bax yerini tutur, sadəcə 10 dollar ödəniş eləyir. Всё. Yerini tutdu. Bəli, ondan sonra qeydiyyatlar gedir. Bu sponsordan da ola bilər, sponsordan yuxarıdakı bir insandan da ola bilər. Qlobal şəkildə şirkətimizdən də düşə bilər. Bəli, düşəcək. Bəli, bu 4 insan, 10 insan, 100 insan olacaq və siz bunu 3 ay, 5 ay gözləyəcəksiniz, amma sonda hər ay 25 dollar qazanacaqsınız. Mən sizə tövsiyə edirəm ki, gəlmisinizsə, 1 dəvət, 2 dəvət belə olsa, baxın, görün necə minimal bir dəvətdir, 2cə dəvət. İndi mən sizə göstərəcəm, 2 dəvət edərək siz nələr qazana bilərsiniz.